Salam əziz dostlar, gəlin bugün super maraqlı bir şey öyrənək. Birlikdə ingilis dilində ailəmizin necə çağırmalı olduğumuzu kəşf edəcəyik. Mən çox həyəcanlıyam. Hazırsınız? Onda başlayaq. Gəlin bir anlıq fikirləşək. Sənin ailəndə kimlər var? Kimləri çox sevirsən? Anan, atan, bəlkə bacın ya da qardaşın var. Bəlkə də şipşirin nənən və mehriban baban da sizinlə yaşayır. İndi gəlin onların hər birini ingilis dilində necə səsləndirəcəyimizi öyrənək. Çox əyləncəli olacaq, söz verirəm. Yaxşı, kimdən başlayaq? Əlbəttə ki, hamımızın sevimli nənəsindən. Biz nənə deyirik, düzdür? İngilis dilində isə ona grandma deyirlər. Gəlin birlikdə aydın şəkildə deyək. Grandma. İndi biraz da ucadan. Grandma. Afərin, necə də gözəl səslənir. İndi bu gözəl sözü bir cümlədə işlədək. Məsələn, nənəni kiməsə təqdim etmək istəyirsən. Onda belə deyəcəksən. This is my grandma. Yəni, bu mənim nənəmdir. Gördünüz nə qədər asandır. Nənələri dedik, bəs babalar? Əlbəttə ki, babaları da unutmamışıq. Baba sözü ingiliscə grandpa deməkdir. Gəlin hamımız bir yerdə güclü səslə təkrarlayaq. Grandpa. Eşitmirəm, biraz da ucadan olsun. Grandpa. Bax, bu başqa məsələ. Əla. İndi isə keçək dünyanın ən doğma sözünə. Ana. İngilis dilində anaya çox qısa və şirin bir sözlə mom deyilir. Çox asandır, elə deyil? Gəlin birlikdə deyək. Mom. Yaxşı, bəs anamızı ingiliscə necə təqdim edərik? Bax, eyni ilə bu cür. This is my mom. Sən də mənimlə birlikdə təkrar et. This is my mom. Super, səndə çox yaxşı alınır. Ananı öyrəndik, deməli növbə kimdədir? Atamızda. Ata ingilis dilində dad deməkdir. Səslənməsi də çox asandır. Gəlin birlikdə deyək. Dad. Çox gözəl. Və cümləmiz də hazırdır. This is my dad. Yəni, bu mənim atamdır. Afərin. Artıq nənəni, babanı, ananı və atanı ingiliscə təqdim etməyi bilirsən. Yaxşı, bəs sənin bacın var? O zaman bu söz tam sənlikdir. Bacı, ingilis dilində sister deməkdir. Gəlin birlikdə tələffüz edək. Sister. Mükəmməl. Cümləmiz isə belə olacaq. This is my sister. Mənimlə təkrarla. This is my sister. Bax belə, artıq ailənin əsas üzvlərinin adlarını demək olar ki, bilirik. Bəs qardaşı olanlar? Əgər qardaşın varsa, ona ingiliscə brother deyə bilərsən. Gəlin hamımız bir yerdə ucadan deyək. Brother. Çox yaxşı alındı. Cümləmiz də hazırdır. This is my brother. Bu da bu, mənim qardaşımdır deməkdir. Yaşasın, artıq bütün ailə üzvlərini ingiliscə saya bilirik. Bilirsiniz, bəzən ailəmizin 4 ayaqlı, tüklü üzvləri də olur. Ev heyvanları. Məsələn, sənin sevimli bir itin varsa, ona ingiliscə dog deyə bilərsən. Gəlin birlikdə deyək, dog. Və balaca dostunu hamıya təqdim etmək üçün deyirsən, this is my dog. Yəni, bu mənim itimdir. Çox şirindir, deyilmi? Bəlkə də sənin itin yox, biraz nazlı pişiyin var. Pişik ingilis dilində cat deməkdir. Çox qısa və yadda qalan bir sözdür. Gəlin birlikdə deyək. Cat. Pişiyini göstərib deyə bilərsən ki, this is my cat. Yəni, bu mənim pişiyimdir. Afərin sənə. İndi həm ailə üzvlərini, həm də sevimli dostlarımızı ingiliscə tanıyırıq. Yaxşı, ailə üzvlərini saymağı öyrəndik. Amma onlar özlərini necə hiss edirlər? Gəlin indi də hissləri öyrənək. Bu, ingiliscə danışığımızı daha da rəngli və maraqlı edəcək. Deməli, bu cədvəldə 4 fərqli hissə var. Gəlin bir-bir baxaq. Əgər kimsə gülürsə, o xoşbəxtdir. Yəni ingiliscə happy. Gəlin deyək, happy. Bəzən çox oynayanda yorğun oluruq. Bu isə tired deməkdir. Təkrar edək, tired. Bəzən biraz qəmgin oluruq. Bu da sad deməkdir. Və nəhayət, nədənsə qorxanda scared oluruq. Gəlin bu sözləri cümlələrdə işlədək. Ümid edirəm ki, hamı xoşbəxtdir. Deyə bilərik, my grandma is happy. Yəni, nənəm xoşbəxtdir. Və ya, my dog is happy. Mənim itim xoşbəxtdir. Həmçinin my mom is happy və my sister is happy. Nə gözəl, hamı xoşbəxtdir. Amma bilirsiniz, həmişə hamı xoşbəxt olmur. Bu çox normaldır. Məsələn, ata işdən gələndə yorğun ola bilər. My dad is tired. Atam yorğundur. Bəlkə də qardaşım biraz kefsizdir. My brother is sad. Qardaşım qəmgindir. Ya da pişiyin nədənsə qorxub. My cat is scared. Mənim pişiyim qorxur.
Afərin sizə. Artıq nə qədər çox şey öyrəndik, bir baxın. İndi isə əsl cümlə ustası olmağa hazırsınız. Gəlin daha uzun və daha maraqlı cümlələr qurmağı öyrənək. Məsələn, əgər birdən çox bacım və ya qardaşım varsa, bunu ingiliscə necə deyəcəyik? Əgər sənin bir yox, bir neçə qardaşın varsa, bu çox asandır. Sadəcə brother sözünün sonuna balaca bir s hərfi əlavə edirik və olur brothers. Cümləmiz də biraz dəyişir. These are my brothers. Yəni, bunlar mənim qardaşlarımdır. Bacılar üçün də eyni qaydadır. These are my sisters. İndi isə super bir cümlə qururuq. Təsəvvür elə ki, sənin 3 bacın və bir qardaşın var. Gəlin bunu addım-addım deyək. Birinci hissə I have 3 sisters, yəni mənim 3 bacım var. İkinci hissə and, bu və deməkdir. Və üçüncü hissə one brother, yəni bir qardaş. İndi hamısını birləşdirək. I have 3 sisters and one brother. Mükəmməl, sən əsl cümlə ustası oldun. Bugün birlikdə çox şey öyrəndik. Həm ailə üzvlərini, həm hissləri, hətta uzun cümlələr qurmağı da. Sonda mənim sənə bir sualım var. Mənə cavab verməyə çalışarsan. Sual belədir. How is your brother? Yəni, sənin qardaşın necədir? Cavabında he is happy, he is tired və ya he is sad deyə bilərsən. Əminəm ki, sən bacararsan. Afərin. Növbəti görüşümüzə dək dostlar.